Əgər siz də kriminal hadisələri sevirsinizsə, buradan takip edib dəstək ola bilərsiniz. Hər şey bir atanın öz övladına etdiyi ağlasılmaz xəyanətlə başladı. Tanış olun, The Candyman ləqəbli Ronald Clark O'Brien. 1974-cü il Texas, Halloween gecəsi idi. Ronald 8 yaşlı oğlu Timothy və qızına böyük Pixie Sticks konfetləri verdi. Timothy konfetin dadının acı olduğunu desə də, atası meyvə suyu iç keçər dedi. Cəmi bir neçə dəqiqə sonra yatmaq üçün yatağa keçdi. Ancaq çox keçmədən qarın ağrısı ilə hamama qaçıb qusmağa başladı. Təcili yardım gəlsə də Timothy yolda həyatını itirdi. Polis araşdırması dəhşətli bir həqiqəti üzə çıxardı. Konfetin içinə ölümcül dozada sianid yerləşdirilmişdi. Əvvəlcə hamı bunu hansısa dəli qonşu tərəfindən edildiyini düşündü. Amma əsl canavar evin içində idi. Ronaldın 100 min dollardan çox borcu var idi. O, uşaqlarının adına gizlicə sığorta etdirmişdi və pulları almaq üçün öz doğma övladını qurban vermişdi. Hətta cinayəti örtbasdır etmək üçün başqa uşaqları da zəhərli konfet paylamışdı. Xoşbəxtlikdən onlar yeməmişdilər. Ronald 1984-cü ildə edam edildi. Amma o gündən bəri dünya dəyişdi. Bu hadisə yad adamlardan konfet almayın qorxusunu bütün dünyaya yaydı. Və sizcə bir valideyn pula görə bunu necə edə bilər? Yorumlarda yazın və bu kimi real cinayət hekayələri üçün izləmədə qalın.